Mən sizə çox bəsit bir misal verəcəm. Bir kişi çılpaq qadın görəndə özündən asılı olmadan ehtirasa gəlir. Düşünün ki, bizim həddi buluğa çatmış oğlanlarımız var və bütün şəhər 80% çılpaqdı qadınlar. Bu oğlanların ehtirasa gəlirlər sağlamlıq baxımından. Bu axı cinsel aktda keçmir. Psixoloji narahat edir. Cinsi xəstəliklər yaranır. Siz heç bir elegant, zövqlü fransız qadınını dərin dekolteli, hündür ayaqqabılı, qısa yubqalı görməzsiniz. İngilis kraliyyət ailəsində ümumiyyətlə hamısı bağlı geyinirlər. Ümumiyyətlə açıqlıq daha aşağı status göstəricisidir. Ümumiyyətlə insan nə vaxt geyinməyə başladı? Əncir yarpağı nə vaxt oldu? İnsan utanmağa başlananda. Utanmaq nədən yaranır? Həyadan. Gözəl. İnsanın həyası varsa utanır, utanırsa geyinir.